Milli Hidrometeorologiya Xidməti bildirir ki, aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, gündüz qısa müddətli tutulacaq. Şimal-qərb küləyi səhər, cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 12-16, gündüz 21-26 dərəcə isti, atmosfer təzyiqi isə 751 mm civə sütunu olacaq. Naxçıvanda və əksər rayonlarda sabah yağıntı gözlənilmir, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacaq, şimşək çağacaq, ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli intensiv olacaq. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərə sulu qar yağacağı bildirilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 13-17, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.